sentyabr tarixində Ermənistan ordusunun təxribatı nəticəsində 2-ci Qarabağ müharibəsi başlandı. 44 gün davam edən bu müharibənin nəticəsində yüzlərlə qəhrəman oğullarımız şəhid oldu və Azərbaycan az torpaqlarını azad etdi. Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin dekabrında 27 sentyabr qeyd olunmağa başladı. Bu il hər il bu gün bizim ölkəmizdə bayraqlarımız qaldırılır və memorial tədbirlər keçirilir. Bugünün əsas mənası isə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizi unutmur və onları yeni nəsillərə tanıtmaq üçün yardım edir. Demek dünya mənə cihat de artıq ya Qarabağ ya ölüm yolu yox artıq ya Qarabağ ya ölüm başqa yolu yox artıq daha vaxtı gəlib ağlamadan sızlamadan dik dayanıb usanmadan hər qarışın vaxtı gəlib daha vaxtı gəlib məqsəddən yayınmadan öz haqqımızı unutmadan qisas almağın Bu torpaqda şəhid yatır. Çiçək deyil burada solan. Qərənfildir qalda batır. Salam söylə endir başım. Şəhid ruhu inciməsin. Nalim çəksin öpsün daşın. Zəmin xarə səngiməsin. Güllə səsi gəlir buradan. Burada səssiz ruh ağlayır. Can alışır burada qordan. Burada aləm qəm sallayır. Müqəddəsdir o qaradaş. Müstəqillik istiqlaldır. Əli yalın gedən savaş özgürlüyə cığır saldı. Bu torpağı vətən etdi. Cərgə-cərgə gömülən can. Bayraqları bayraq etdi. Köynək-köynək tökülən qan. Asta yeri, təzimlə dur. Bu torpaqda şəhid yatır. Qaytar yurdu əzmlə dur. Şəhid qanı qisasdadır. Yoluna su səpin, göz yaşı çıxır. Çəkməndə torpaq var, torpaq bir sıxım. Ver əskər çəkməni, köksümə sıxım. Necə dözəsən ki, oğlun şəhiddir. Bu gecə qardaşın yuxuma girib, deyən bir bacıya ver bu xəbəri. De ki, qardaşının naşı sərilib, vətən torpağına dünəndən bəri. Bugün anım günüdür, qəhrəmanlara andır. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 44 günlük müharibə, şanlı tariximizdir. Gedən döyüşlərdə töküb qanlı, yurda fədə edib şirin canını. Yoluna su səpin, göz yaşı sıxın. Çəkməsində torpaq var, torpaq bir sıxın. Ver əskər, çəkməni göğsümə sıxın. 27 sentyabr igizi kanı qanla yazıldı torpağın adı. Şəhidlər millətinin ölməz şəhridir. Bugün Qarabağda dastan yazıldı. Vətən torpağına göz dikənlərin alnına əbədi damğa basıldı. Sən ölməmişsən, şəhid olmuşsan. Şəhidlər ölməzdir ey vətən oğlu. Adınla tarixə bir iz qoymuşsan. Vətən bölünməzdir ey vətən oğlu. Mərdləri qorxutmayıb, namərdlərin gülləsi. Hər qədir azadlığa gedən yolun pilləsi. Əlimizdə qərənfil, dilimizdə haqq sözü. Bu günahsız millətə kömək olsun haqq özü. Yazıldı torpaq adı, göydə ulduz, yerdə yadigarı. Şəhidlər susmaz, ruhdan ixar, dillər yaxalar, Şəhidlər bizim bayrağımızı uzaqdan qəhrəmanlardır. Qəhrəmanlıq yolunda sən oldun bizə ördək. Unutmazıq heç zaman adını biz ey ürək. 27 sentyabr Azərbaycan müharibəsi tarixində qanla yazılmış, amma qürurla tarixlənən bir gündür. Bu tarix vətənə sədaqətdir. Bu tarix şəhidlərimizin qürurverici izinin simvoludur. Torpağın nəticəsində gürurla cavab bayraqların andaları və Azərbaycanların əməli. Sən qoymadı elsiz bayraq, hər dalğada bir və hər iman yerində qaçandım. Bu vətən savaşı savaşı.
Minlərlə can qurban oldu, Sinan hərbə meydan oldu, hüququndan keçən